Əvvəlki ilə qəbul imtahanlarına düşmüş, buraxılış qəbul imtahanlarına düşmüş 11-ci siniflər üçün sualların izahı. Deməli, burada nə edirik? Birincisi, fx bərabərdir 2x6 funksiyasının koordinat tokları ilə kəsişmə nöqtəsinin koordinatlarını tapın və onun qrafikini qurun. Deməli, koordinat toku ilə kəsişmə nöqtəsinin koordinatlarını tapmaqdan ötürü birinci x-ə 0 versək, f0 bərabərdir 2 vur 0 çıx 6 bərabərdir -6. Deməli, koordinat müstəvisəsində -6-nı qeyd edirik. 1, 2, 3, 5 -6. Sonra y-ə 0 veririk. Yəni fx bərabərdir 0, y bərabərdir fx desək də apsis soxuda kəsişmə nöqtəsinin koordinatı tapılır. Yəni, oradan da alırıq ki, 2 çıx 6 bərabərdir 0, x də bərabərdir 3. Və apsis soxu üzərində 3-ü qeyd edirik. Sonra bu iki nöqtədən keçən düz xətti çəkirik. Bu da olur fx bərabərdir 2x çıx 6 funksiyasının qrafiki. Koordinatları da oldu. Apsis oku ilə kəsişmə nöqtəsinin koordinatları oldu. Apsis oku ilə kəsişmə olur 3, 0. Koordinat oku ilə kəsişmə nöqtəsinin koordinatı olur 0, -6. Qrafik də bu formada olur. Deməli, növbəti sual. B bərabərdir 93 olarsa ifadəsinin qiymətini tapın. Deməli, bunun qiymətini tapmaqdan ötürü birinci bərabərdir yazıram aşağıdan. 1 plus b. B kub üstəgəl b kvadratdan orta vuru kimi b kvadratını çıxarsaq, b üstəgəl 1 qalır. Aşağıda da b kvadrat üstəgəl 1. Buradan da yenə hər ikisinə orta vurub b plus 1 olduğu üçün b plus 1-i mötərizə xaricine çıxarsaq, qalır b kvadrat üstəgəl 1 bölsün b kvadrat üstəgəl 1. B kvadrat üstəgəl 1-ə ixtisar getdiyi zaman buradan qalır b plus 1. B də 93 olduğu üçün 93 plus 1 bərabərdir 94. Növbəti sual. Fx bərabər 5x plus 7 və gx bərabər 6 sinus x olarsa f j pi böl 6-nı hesablayın. Deməli, birinci j pi böl 6-nı hesablasaq, yəni gx bərabərdir 6 sinus x-də yerinə qoysaq 6 vurulsun sinus pi böl 6. Pi böl 6 30 dərəcədir. Yəni sinus 30-da da nəyə bərabərdir? 2-də 1-ə. 6 vur 2-də 1 cavab eləyir 3. Deməli, j pi böl 6 elədi 3. Onda f j pi böl 6 yəni f3-ü tapmalı. J pi böl 6 3 elədi. Gətirib yuxarıda qoysaq 5 vur 3 üstə gəlir 7. O da elədi 22. 25-ci sualda da burada necə olur? Deməli, A1 bərabərdir 4, B1 bərabərdir 5 və R1 bərabərdir 6. A2 bərabərdir 7, B2 bərabərdir 9, R2 bərabərdir 10 çevrələrin təniklərini yazın. Onların mərkəzləri arasındakı məsafə. Burada indi şərtdə düşməyib. Mərkəzləri, yəqin ki, mərkəzləri 1, 4, 5 olan mərkəzi nöqtəsinin koordinatlarını tapırıq. Ondan sonra həll edəcək bunu. Deməli, A1, B1 yəqin ki, mərkəzi nöqtəsinin koordinatı olarsa, çevrənin tənlikdə x çıx a-nın kvadratı üstəgəl y çıx b-nin kvadratı bərabərdir r kvadrat. A1 4 olduğu üçün deməli x çıx 4-ün kvadratı, B1 də 5 olduğu üçün y çıx 5-in kvadratı bərabərdir r də 6 olduğu üçün 36. O birisində isə x çıx 7-nin kvadratı üstəgəl y çıx 9-un kvadratı bərabərdir 10-un kvadratı, o da 100. Mərkəzi nöqtəsinin koordinatı da O1 desək, O1 çevrəsi mərkəzinin koordinatı 4, 5. O2 desək, bunun da mərkəzi nöqtəsinin koordinatı 7, 9-dur.
İki nöqtə arasındakı məsafə düzdür isə, o bir o iki böl kök altında koordinatların fərqinin kvadratları cəmi. Yəni 7 çıx 4-ün kvadratı üstə gəl 9 çıx 5-in kvadratı. Burada fərqi yoxdur. 4 çıx 7-nin kvadratı da yaza bilərik. 5 çıx 9-un kvadratı da yazaq. Kvadrat olsa müsbət ola fərqi yoxdur. 1 3-ün kvadratı üstə gəl 4-ün kvadratı. Bu da bərabərdir 5. Deməli, mərkəzlər arasındakı məsafə də olur 5. 18-ci sualda da deməli, tangens kvadrat 2x çıxılsın sinüs x bərabər 1 çıx kosinüs kvadrat 2x çıx 1,5 tənliyini həll edin. Deməli, bunu tangens kvadrat 2x bu mənfi 1,5'i mənfi 1 çıx 0,5 kimi yazılır. Mənfi 1'i sola keçsək çıx sinüs x bərabərdir 1 böl kosinüs kvadrat. Burada 2x var. 2x çıx 0,5. Biz də əsas trigonometrik eyniklərə görə 1 plus tangens kvadrat x bərabərdir 1 böl kosinüs kvadrat x. Ona görə bunlar bir-birinin, yəni bunu yerinə yaza bilərik. 1 böl kosinüs kvadrat 2x üstə gəl, daha doğrusu çıxılsın. Yəni tangens kvadrat 2x üstə gəl 1-in yerinə 1 böl kosinüs kvadrat 2x yazırıq. Çıx sinüs x bərabərdir 1 böl kosinüs kvadrat 2x bərabər çıxılsın, daha doğrusu 0,5. Bunlar bir-birini islah edir. Qalır mənfi 0,x bərabərdir. Mənfi sinüs x bərabərdir. Mənfi 0,5. Yəni sinüs x bərabərdir 2'də 1. Sinüs x də 2'də 1'i 30 dərəcədə alır. Bunun həllini isə biz yazırız ki, mənfi 1 üstü k pi bölü 6 plus pi k. K daxildir z. Cavab olur mənfi 1 üstü k pi bölü 6 plus pi k. Növbəti sual. Deməli, x kub üstə gəl 2x kvadrat çıx 9x çıx 18 ifadəsi a çoxluğudur. X kvadrat üstə gəl mx üstə gəl 10 çoxluğu isə b çoxluğudur. Olduğu məmsə c və a-nı tapın. Deməli, burada a çoxluğu, deməli, a ifadə a çoxluğuna aiddir. X kub plus 2x kvadrat çıx 9x çıx 18. Burada onsuz gördüyümüz kimi 2 dənə vuruğu verilib. X çıx 3. X plus 3. X kub olduğu üçün burada yenə x yazırıq. Elə ki, x. Deməli, mənfi 3 vur 3 ilə 9. Onda burada x çıx x plus 2 olmalıdır. Çünki sərbəst ət 18-dirsə, mənfi 3 vur 3 9, mənfi 9 vur 2 olacaq mənfi 18. Sonra x kubdursa x vur x kvadrat vur x, deməli burada da x plus 2. Bunu deməli onda burada 3-cü vuruqda x plus nə oldu? 2. Yəni c oldu 2. C-ni tapdıq. Sonra digərdə isə b-də isə verib b də bərabərdir x kvadrat üstə gəl mx üstə gəl 10. Bunun artıq bir vuruğu məlumdur da. Çünki x plus c tapdıq. Orada c oldu 10. Orta vuruqdur. Onda yazdıq x plus 2. Burada 10 olması 2'ni nəyə vursa 10 olur. 5'ə vursa. Onda x plus 5 olar. Təzədən bunu vurub bastığımız zaman x kvadrat üstə gəl 2x üstə gəl 5x 7x üstə gəl 10. Deməli m də oldu 7. M 7'dirsə onda a da nə olmuş olur? 10 olmuş olur. A da oldu 10. Daha doğrusu a da oldu 5. Çünki x plus 2, x plus buranı da düzəldə, x plus 5 olur burada. Hatalı oldu. X plus 5. Bunu vurub açanda x kvadrat üstə gəl 7x üstə gəl 10. Düz gəlmiş oldu. Deməli c oldu 2, a oldu 5, m də oldu 7.
S ilə A-nı tapın. S2, A5. Sonra 15-ci sualda da necə olur? Deməli, burada sinüs pi bölü 6-nın qiyməti bilirik ki, sinüs pi bölü 6 30 deməkdir. 2-də 1. Sinüs 4 pi bölü 7. Sinüs 3 pi bölü 7. Çıxılsın kosinüs pi bölü 3. Kosinüs pi bölü 3 də 60 eləyir. Kosinüs 60-da da yenə 2-də 1 alır. Kosinüs 4 pi bölü 7. Kosinüs 3 pi bölü 7. Buradan mənfi 2-də 1 mötərizə xaricinə çıxarsaq, alaraq ki, kosinüs 4 pi bölü 7, kosinüs 3 pi bölü 7 çıxılsın. Sinüs 4 pi bölü 7, sinüs 3 pi bölü 7. Bu da kosinüs alfa, kosinüs beta çıx, sinüs alfa, sinüs beta olsun. Burada elə ki, alfa budur, beta da budur. Deməli, bu da hansı düsturdur? Sinüs alfa, alfa plus beta. Daha doğrusu kosinüs alfa plus beta'nın açılışına oxşuyur. Ona görə burada yazırıq kosinüs 7-də 4pi plus 7-də 3pi. Bunu isə topladığımız zaman 7'də 4000'e 7'də 3000 toplayan zaman 7'də 7pi, yəni kosinüs pi. Kosinüs pi'də də mənfi 1 aldığı üçün cavab olur müsbət 2'də 1. 16-cı sualda isə 35 üstə A bərabər 7 üstə A minus 5. Deməli 35 üstə A-nı yazıram. 5 üstə A vur 7 üstə A. Bunu isə 7 üstə A çıxıb B-ni üstə yazıram. 7 üstə A böl 7 üstü B. Buradan 7 üstü A'lar getdən zaman ixtisar gedir. Qalır 5 üstü A bərabərdir 1 bölü 7 üstü B. 49 üstü isə 49 üstü B bölü 2 isə 49'u yaza bilərəm 7 üstü 2 B bölü 2A. Bunu vurduğumuz zaman burada qalır 7 üstü B bölü A. Buradan isə bunu biz yaza bilərik. 7 üstü B bölünsün 1 bölü üstü 1 bölü A. 7 üstü B isə buradan bildiyimiz kimi 1 bölü 5 üstü A'dır. Yəni 7 üstü B ilə 5 üstü A'nın yerini dəyişdiyimiz zaman buradan alır ki 7 üstü B bərabərdir 1 bölü 5 üstü A. Onda 7 üstü B'nin yerini yazan 1 bölü 5 üstü A üstü 1 bölü A. Bunu isə 1 bölü 5 üstü A olurdu. Elə bir ki bu. Bunu isə vurduğumuz zaman 1 üstü 1 bölü A eləyir 1. 5 üstü A üstü 1 bölü A. Yuxarı 1 eləyir. Aşağıda da 5 eləyir. Bu da eləyir 0,2. Cavab oldu 0,2. 25-ci sual. Deməli, burada sualın birində böyük ehtimal burada x çıx 5 olmalıdır. Çünki ikisi də müsbət olduqda biri buradan təpə nöqtəsi 5'dir. Deməli 5, 3 vaid sağa, 5 vaid yuxarı sürüşdür və qollar aşağı gedir qabağında mənfi olduğu üçün. O birisində yenə 3 buradan yuxarı gedir. Bunların kəskinməsi olmur. Sadəcə bir dənə orta nöqtə olur 5. Onda bu fiqurun sayısı tapmaq olmur. Böyük ehtimal burada sualda səhvli olub. Modulda x minus 3 çıx 5 olmalıdır. Bunu da qrafikini qurduğumuz zaman deməli ortaq oxşar bir dənə burada və kəskinmə nöqtələrində tapacağıq biraz sonra. Məsələn, birinci kəskinmə nöqtələrini tapsaq, modulda x minus 3 üstə gəl 5 bərabərdir modulda x minus 3 çıx 5. Buradan da alırıq ki 2 modulda x minus 3 bərabərdir 10. Modulda x minus 3 bərabərdir 5. Bunun kökü isə biri 8, biri mənfi 2. Deməli, onda bu ikincisinin də qrafikini çəkəsi olsaq, burada belə gəlib alınacaq. Deməli,
Grafik bu formada olur. Yəni ikisinin qrafikini qurduğumuz zaman kəsişmə də belə olacaq. Deməli, bura oldu -2, burada oldu 8. Çünki köklərin bir-birinə bərabərləşdirdiyimiz zaman kökün biri olur -2, biri də olur 3. İndi burada isə belə bir dənə dördbucağı alınır. A, B, C deyib. Bu dördbucaqda romb olacaq və bunun diagonalları da burada da 5-dir, -5. Və bu dördbucaqlı romb və yaxud kvadrat da deyə bilir. Kvadrat olur. Romb və yaxud kvadrat fərqi yoxdur. Kvadrat özdə rombdur. Dördbucağın sayısı tapmaqdan ötürü elə diagonalların A-sının yarısı olur. Ona görə burada sahə S bərabərdir 2-də 1. Diagonallar da hər birisi -2-dən 8-ə qədər 10, -5-dən 5-ə qədər 10. Diagonallar da bərabərdir. Deməli, onda bu kvadrat olur. Çünki diagonallar bərabər olduğu üçün romb yox, kvadrat deyirik. Kvadratdır. Kvadratın sayısı elə kvadratın sayısı da 2-də 1 D kvadratdır. D-də neçədir? 10-dur. Yəni 10-un kvadratı bölü 2 o elədir 50. Cavab oldu 50. Yəni bu qrafiklərini qurun və kəsişmə nöqtələrindən ibarət olan qrafikləri qurdu. Kəsişmə nöqtələri orada -2, 8, təpə nöqtələri biri 5, biri -5 olur və kəsişmə nöqtələrindən ibarət olan fiqurun sahəsi adlanır belə bir dənə kvadrat. Kvadratın sayısı 2-də 1 vurulsun, onun kvadratı o deyilir 50. Cavab olur 50. Növbəti suala keçək. Deməli, fx bərabər sinus x və gx bərabər kosinus x funksiyaları verilmişdir. 0-90 aralığında bu funksiyaların qrafiklərin kəsişmə nöqtəsindən OX oxuna qədər olan məsafəni soruşur. 0-90 arasında sinus x ilə kosinus x 45-də bir-birinə bərabər qiymət alır. Yəni bunu sinus x-in qrafiki, kosinus x-in qrafiki bu formada gedir. 0-90 dediyinə görə qalanların qurmağa ehtiyac yoxdur. Sinusun qrafiki isə bu formada gedir. Bu ikisinin bərabər olduğu, yəni qiymətlərinin bərabər olduğu nöqtə burada 45 dərəcə. Sinus 45-də alır nə? Kökdə 2/2. İndi ki, qrafiklərin kəsişmə nöqtəsindən OX oxuna qədər, yəni bura qədər olan məsafəni soruşur. Burada bucaq 45 dərəcə olduğu üçün bu 45 olanda buradan bura qədər məsafə, buradan bura qədər məsafə olur. Kökdə 2/2. Cavab olur D bəndi. Qrafiklərin kəsişmə nöqtəsindən apsis oxuna qədər olan məsafə. Kəsişmə nöqtəsinin koordinatları buradır. Elə ki, bu A nöqtəsinin koordinatları nə olur? 45 dərəcə kökdə 2/2. Yəni bucaq 45 olanda kökdə 2/2 olur. Yəni buradan bura qədər məsafə də olur. Kökdə 2/2 deyil. Kəsişmə nöqtəsinin OX oxuna qədər məsafə. Yəni buradan bura qədər məsafəni soruşur. O da olur kökdə 2/2. 16-cı sualda da deməli permütasiya n-dən n-9-a qədər vurulsun 11 faktorial bölünsün p n-dən n. P n-dən k bilirik ki n element çoxluğunun k elementli permütasiyanın sayı n faktorial bölünsün n çıx k faktoriala bərabərdir. İndi burada n-in yerində n durub, k-nın yerində n çıx 9 durub. Onda nə olur bu? N faktorial bölünsün n çıxılsın n çıx 9 faktorial. Vurulsun 11 faktorial p n-dən n-də elə n faktorial deməkdir. Buradan da alırıq ki, bu n faktoriallar gedir, ixtisar gedir, qalır 11 faktorial. N-dən də n çıx 9'a çıxanda qalır 9. Orada 9 faktorial.
Bu da olur 11 vur 10 vur 9 faktorial böl 9 faktorial. Bu da elir neçə? 110. Cavab olur 110. Deməli, növbəti sual. Loqaritm 4s-dən x plus 7-nin kvadratı bərabərdir loqaritm 8s-dən 27 üstə gəl 2s-dən 5. Deməli, belə bir dənə düstur var ki, loqaritm a-dən m, b üstü n. Burada nə olur? M böl m loqaritm a-dən b. Sonra buna görə elə loqaritm a-dən b, a üstü m, b üstü m olduqda elə ki, m böl m çıxır qabağa, loqaritm a-da b qalır. Bu da elə nə olur? Loqaritm a-da b, m böl m-də 1. Deməli, əsasın qüvvət üstündən loqaritm altındakı ədədin qüvvət üstləri eyni olanda onları atırıq. İndi burada da 4s-dən x plus 7-nin kvadratıdır, amma biz bunu saxlayırıq. Loqaritm 4s-dən x plus 7-nin kvadratı. Bunu yazırıq. Loqaritm 8 yazırıq. 2 üstü 3, 3 üstü 3 plus loqaritm 2s-dən 5. Loqaritm 4s-dən x plus 7-nin kvadratı bərabərdir. Bu 3-lər gedir, qalır 2s-dən 3 plus 2s-dən 5. Bu da edir 2s-dən əsaslar eyni olduqda bir-birinə vurulur. O zaman bu bir-birinə vurulduğu üçün buradan da olur nə? Loqaritm 2s-dən 15. İndi burada kvadrat olduğu üçün bu 2-ni atar. Çünki burada x-a mənfi qiymət mötərizənin içərisində mənfi olduqda da kök sayılır. Çünki kvadratdır da. Ona görə bu 2-ni burada 2 üstü 2 yazıb atsaq səhv olar. Onun üçün 4-ü saxlayırıq. Loqaritm 4s-dən x plus 7-nin kvadratı. Bu da 2s-dən 15-də təzədən yaza bilərik. 2-nin kvadratı 15-in kvadratı. Yəni 4s-dən 225. Buradan da alırıq ki, x plus 7-nin kvadratı bərabərdir 225. X plus 7 bərabərdir 15. X plus 7 bərabərdir mənfi 15. X bərabərdir edir 8. X də bərabərdir mənfi 22. Yəni bunun 2 dənə kök olur. Biri 8, biri mənfi 22. Çünki burada x plus 7-nin kvadratı olduğu mənfi 22 qoyduqda da ödənmiş olur. Növbəti sual. Müstəvini S nöqtəsində kəsən və uzunluğu 14 cm olan AB parçasının uz nöqtələrindən bu müstəvi uzunluqları uyğun olaraq A1 və B1 perpendikuları endirilmişdir. B1 bölünsün A1 2 bölü 5 olarsa AS'nin uzunluğunu tapın. Deməli, burada deyir müstəvini kəsən müstəvi bu formada desək, deməli, buradan bura qədər məsafələri versək, deməli, bu olur, bura A, A1, B, B1. Deyir ki, A, A1, B, B1 perpendikulara endirilmiştir. A, A1, 2, buraya yazsaq 2K, burada yazsaq 5K. AS'nin müstəvində S nöqtə. AS'nin uzunluğunu soruşur. S nöqtəsində kəsən. İndi AS'nin uzunluğunu soruşduğuna görə AS'yə biz x desək, SB olacaq 14 çıxılsın x. Bu oxşarlıqdır. 2 dənə oxşar üçbucaq var. Üçbucaq A, A1, S oxşardır üçbucaq. Deməli, B, B1, S. Oxşar üçbucaqların da uyğun xətt ölçüləri nisbətləri nə olurdu? Bərabər olurdu. Yəni A, A1 bölünsün B, B1 bərabərdir AC bölünsün BS. A1 2 böl 5, yəni 2K bölü 5K oldu. 2B bölü 5
AC də x-dirsə, BC də nədir? 14 minus x. Bunu da çarpaz vursaq 5x bərabərdir 28 çıx 2x, 7x bərabərdir 28, x də bərabərdir 4. Biz də elə x-i AC demişik, ona görə cavab olur AC də bərabər olmuş olur 4. Növbəti sual. Deməli, y bərabərdir kx plus b funksiyası ordinat oxunu 0,4 nöqtəsində kəsir. Deməli, ordinat oxunu 0,4 nöqtəsində kəsirsə, yəni x 0 olduqda y bərabərdir 4. Deməli, b 4-dür. Yəni, y bərabərdir kx plus 4. Bunu tapdıq b-ni. Sonra deyir, bu düz xətt 1, -3 və -3 5 nöqtələrindən keçən düz xəttdə paralel olarsa. Deməli, düz xətt bu nöqtələrdən keçən düz xəttdə paraleldirsə, onda bu iki nöqtədən keçən düz xəttin bucaq əmsalı ilə bu funksiyanın da bucaq əmsalına bərabər olmuş olur. Deməli, iki nöqtədən keçən düz xəttin bucaq əmsalında iki cür tapa bilər. Birincisi k bərabərdir y2 çıx y1 bölünsün x2 çıx x1. y2 nədir burada? 5. y1 nədir? -3. Çıxılsın -3. Deməli, x2 nədir? -3. x1 nədir? 1. Deyir 8 böl -4 elədi -2. Deməli, bu düz xəttə paralel olan düz xəttin bucaq əmsalı -2-dir. Onda elə paralellik şərt düz xəttlər nə vaxt paralel olurdu? Bucaq əmsalları bərabər olsun. Onda bunun da bucaq əmsalı ilə 2-dir. -2-dir daha doğrusu. -2x plus 4. Deməli, k oldu -2, b də oldu 4. Onda k vur b oldu nə? -8. Deməli, 25-ci sual isə bu 25-ci sualı keçməmişdən əvvəl bu k-nı belə də tutmaq olar. Deməli, y bərabərdir kx plus b-dir. Deyir ki, 1 -3, yəni x burada 1-dir, y -3. -3 bərabərdir. X-in yenə 1 qoyduqda k plus b. Sonra -3 5, yəni y burada 5-dir, x -3. Ona görə 5 bərabərdir. -3k plus b. Tənliklər sistemi kimi həll edibdə k-nı tapa bilərik. Bunu da necə tapa bilərik? Alt-alta çıxsaq, -4k bərabərdir 8, k bərabərdir -2. Belə də k-nı tapa bilərik və yaxud da bu düstur şəklində birbaşa da tapa bilərik. Bu k-nı tapandan sonra gətirib b-ni də burada k-nın yerinə qiymət qoyub, b-nin də qiymətini tapa bilərik. B də təbii ki, burada neynəyəcək? -1 eləyəcək. Yəni, əslində bu iki nöqtədən keçən düz xəttin tənliyi də belə qurmuş olur. -2x çıx 1. Daha doğrusu, deməli, b nə oldu? Burada k-ya -2 verdim, b-yə -1 olur. Bu şəkildə tapmış oluruq. 25-ci sualda da deməli, -4 çıx x çıx 5, 3 çıx y plus 7 olsa, ifadəsinin ən böyük və ən kiçik qiymətini tapın deyir burada. Deməli, bu birinci hər tərəf -3-ə vursaq, -4 -3. Deməli, x vur -5'e vuranda bərabər işarəsini dəyişir. 5 vur -3. Buradan da alırıq ki, -15. Təzədən -1'ə böldüyümüz üçün 3x. O da kiçikdir 12 alır. 3 kiçikdir y. Bu da yerlərini dəyişir. Daha doğrusu -3x 12. Burada da -15 kiçikdir 3x kiçikdir 12. 3 kiçikdir y. O üstə gəlir 7. Bunları da alt-alta toplaya bilərik. Eyni işarəli bərabərləri alt-alta toplamaq olur, alt-alta çıxmaq olmur. Alt-alta çıxacaqsa çarpar çıxmalı. Yəni, -15 çıx 7, 12 çıx 3 yazacaq, əgər çıxacaqsa. Vuranda da alt-alta vurmaq olur, amma alt-alta bölmək olmur. Bölürəndə də çarpaz bölünür. -15 bölü 7, 12 bölü 3 olur. İndi burada alt-alta toplayırıq. O dediğim -12, -3x plus y. Buradan da kiçikdir 19.
Deyir, ən kiçik və ən böyük tam qiymətləri cəmini tapın. Ən kiçik tam qiyməti -11'dir. Ən böyük tam qiyməti də 18'dir. Bunların da cəmi edir 7. Sonra keçirik 14-cü suala. İfadənin qiymətini tapın. İfadənin qiymətini tapın. A -2/1'dir. Qiymətini tapmamışdan əvvəl əsaslar eyni olduqda, deməli A üstü -3 çıx 8 bölü A üstü -9. A üstü -11 bölü A üstü -9 bölümü olanda üstlər çıxır. Yəni -11 çıx -9. Bu deyir A üstü -2. Bu deyir 1 böl A kvadrat. A da 2'də 1'dir. Yəni 0.5. 1 böl 2'də 1'in kvadrat. Bu da bizə verir 4'ü. Cavab olur 4. 17-ci sual. İfadəni hesablayın deyir. Burada deməli 2 əsasdan B 125, 5 əsasdan 4. Deməli bunu yaza bilərik. Loqaritm 2 əsasdan 5'in kubu vurulsun 5 əsasdan 4 çıxılsın. Burada isə loqaritm deməli 10 əsasdan lığ olduqda 10 əsas deməkdir. 10 əsasdan bu mötərizənin içərisini biz yaza bilərik bu formada. 10 üstü 2 bölünsün 10 üstü loqaritm, yenə yazılmaq üçün lığ 10 yazılsın. Yəni bu 10 əsasdan deməkdir. 10 əsasdan 2 pi bərabərdir. 3 çıxar burada qabağa. Oxula loqaritm 2 əsasdan 5 vur 5 əsasdan 4 çıxılsın. Bu 10 üstü loqaritm 10 üstü 2 pi. 2 pi deməli bizə verir nəyi? Əslində belə yazmaya da bilərdik. Kosinus 2 pi. Bunu silə belə uzun gedəcək. Biraz da qarşıdacaq. 2 pi 1 deməkdir. Kosinus 10 əsasdan 1-də lığ 1. Yəni 10 əsasdan 1 0 deməkdir. Yəni əslində bunu heç belə yazmağa ehtiyac yox idi. Bunu silək buradan. Deməli nə olur burada? 10 əsasdan bu elədir. Loqaritm 10 əsasdan 2 pi 1 olduğu üçün 360'da 1 alır. 10 əsasdan 1 0 olsun. Yəni bura olur 0. Qalır elə nə onda? Burada qalır elə deməli 10 əsasdan 10 üstü 2. Çünki bura 0 verir. Sonra bunu da davam edəsək buradan. Deməli bərabərdir. 10 əsasdan 10 üstü 2-də elə 2 deməkdir. Bu da eləyir 2. Bu da bərabərdir. Deməli bunu vuranda belə çarpaz silə bilərik üstündən xətt olaraq. Bir əsasdan başqa əsasa keçmə üstünə görə yazında onlar ixtisar gedir. Burada olur 3 loqaritm 2 əsasdan 4 çıxılsın 2. 2 əsasdan 4 də bizə 2 verir. 3 vur 2 çıx 2 cavab edir 4. Yəni loqaritmdə belə bir dənə düstur var. A-dan B, B-dən C, C-dən D, vurulsun nə bilim D-dən Y və s. Belə olanda bunlar hamısı gedir. Bu formada ixtisar gedir. Elə bir ki. Yəni bir əsasdan başqa əsasa keçmə üstünə görə yazanda onlar hamısı ixtisar gedir. Qalır nə? Loqaritm A əsasdan Y. Yəni bu belə də yaza bilər. Məsələn loqaritm deyək ki, A əsasdan B vurulsun loqaritm tutaq ki, C əsasdan A vurulsun nə bilim loqaritm D əsasdan C. Bu şəkildə də ola bilər. Məsələn, burada da belə yenə gedir. Bu formada qalır nə? Loqaritm D əsasdan B. Yəni bu loqaritm aid olan düsturlardır. Bunu da keçdik. 22-ci sualda A və B ədədlərinin sadə vurğuları Euler Venn diaqramında verilmişdir. A vur B bölünsün əbob A vur B'nin kvadratı.
Bunu hesablayın. Deməli biz bilirik ki, 2 ədədin əbobi ilə əkobunun hasili elə onların özlərinin hasilini verir. Yəni A vurub B bərabərdir. Əkob AB vurulsun əbob AB. Bu düstura görə bu ifadənin yerinə onda biz nə yaza bilərik? Yuxarıda yaza bilərik. Əkob AB vurulsun əbob AB bölünsün əbob kvadrat AB. Burada əbobların biri getdiyinə görə qalar burada nə? Əkob AB bölünsün, yəni əbobun biri gedir, biri qalır. Bölünsün əbob AB. Əkobu da əboba böldüyümüz zaman bizə verir S-ni. Çünki bilir ki, əkob əbob vur C-yə bərabərdir. Əkob ortaq olan və olmayan sadə vurğuların hasilidir. Ortaq olan və olmayan sadə vurğuların hasili bizə əkobu verir. Dolayısıyla əkobu əboba böldüyümüz zaman C verir. C də ortaq olmayan sadə vurğular. Yəni yalnız A-ya aid olan, yalnız B-yə aid olan vurğuların hasili. Burada da ona görə elə nə olacaq? Yəni A ilə B-yə məxsus olan 3 vur 5, 2 vur 7. Bu da eləyir 21 vur 10, 210. Cavab oldu 210. Bu sual deməli diametri AB olan yarım dairə və ABC bərabər yanlı üçbucağından ibarət olan fiqurun deməli LAMB qövsünün uzunluğu, burada biraz şərtdə qarşılığı var. Bunun uzunluğu 2 pidir. Deməli çevrənin uzunluğu özü 4 pidir. Çünki bu mərkəzdən kiçir. Yarım çevrə 2 pidirsə, çevrənin uzunluğu 4 pidir. Onda çevrənin də uzunluğu 2 pi yerdir. Buradan tapırıq ki, R bərabərdir 2. R 2-dirsə, onda AB diametr olur. Diametr də olur 4. İndi OS də verir bizə 7. Bura 7-dir, burada 8-dir. Yəni radius 4 oldusun 4, 4. İndi bu fiqurun sayəsini deyəndə biz üçbucağın sayəsini tapmalıyıq. Üstə gəlməliyik yarım dairənin sayısı. Dairənin sayısı radius 2-dir. S dairə oldu 4 pi. Amma burada yarım dairədir. Ona görə 2 pi. Bunun sayısı olur 2 pi. Yarısını götürürük. Üçbucağın sayısı isə ABC üçbucağın sayısı. 2-də 1 vurulsun AB vurulsun OS. Oturacaq vurulsun hündürlük. Oturacaq da nədir? 8-dir. Vur 8 vur 7. Bu da elədir 28. Onda bu fiqurun sayısı olur 28 plus 2 pi. Çünki biz yarısını götürmüş oluruq. Dairənin sayısı 4 pi olduğuna görə 28 plus 2 olur. Cavab olur 28 plus 2 pi. Sonra bu sualda isə kosinüs pi plus x. Kosinüs pi plus x çevirmə düstununa görə bizə nəyi verir? Mənfi kosinüs x. Pi plus alfa. Pi olduğu üçün adını dəyişmir. Üçüncü rübə düşür olur mənfi kosinüs x. Mənfi kosinüs x bərabər sinüs pi bölü 2-də də 1 alır. Buradan isə alırıq ki, kosinüs x bərabərdir mənfi 1. X bərabərdir pi plus 2 pi k. Cavab olur pi plus 2 pi k. Çünki kosinüs mənfi 1-i 180 dərəcədə alır. Cavab olur Y bəndi. Keçdik bunu da. 12-ci sual əslində burada argument soruşur. Argumenti, modulunu soruşur. Modulu düşmür, amma yenə də izah eləyir. Deməli, RZ burada RZ həqiqi hissədir. Həqiqi hissə burada A-dır. Bu A. İMZ xəyali hissənin əmsalı olur, o da B-dir. Deməli, burada yazıb ki, R üstə gəl İM bərabərdir 5. Yəni A plus B bərabərdir 5-ə. A vur B bərabərdir 4,5. Yəni 2-də 9 yaza bilərik bunu. İndi modul Z isə modul Z kök altında A kvadrat üstə gəl B kvadrat.
Bunu da yaza bilərik. Kökün altında a plus b'nin kvadratı çıxılsın 2ab. A plus b'miz verilib 5'dir. 5'in kvadratı çıxılsın 2ab deyilir 9. Dedik 25 çıx 9 edir 16. Bu da cavab olur 4. Deməli ədədin modulu, yəni kompleks ədədin modulu olur 4. Sonra 14-cü sual. Deməli sinüs 3 pi bölü 10, kosinüs 5 pi bölü 5. Kosinüs 3 pi bölü 10, sinüs pi bölü 5. Bu da düsturdur. Sinüs alfa, kosinüs beta, kosinüs alfa, sinüs beta. Yəni bunun açılışı bizə verir. Sinüs onda 3 pi plus pi bölü 5. Bu da bizə verir sinüs onda 2'ye vursak onda 5 pi. Bu da sinüs pi bölü 2. O da cavab 1. Sonra növbəti sual 22-ci sual. Deməli də ABC və A1 B1 üçbucaqları oxşardır. AC-nin A1 C1 olan nisbəti x plus 2'dir. Deməli burada isə tənbiləndir. Biz bilirik ki, oxşar üçbucaqların uyğun xətti ölçüləri nisbəti bərabərdir. Yəni tənbilənlərin nisbəti tərəflərin nisbətinə bərabərdir, perimetrlərin nisbətinə bərabərdir, medianlar, hündürlüklər, xaricə və daxilə çevrələrin radiyuslarına nisbəti hamısı bir-birinə bərabər olur. Burada da AC-nin A1 C1 olan nisbəti, yəni oxşar üçbucaq olduğu üçün A1 C1 bərabərdir BD bölünsün B1 D1 yaza bilərik. AC-nin A1 C1 olan nisbəti verib orada x plus 2. BD də 8'li bölünsün x. Buradan da alırıq ki x kvadrat üstə gəlir 2x çıx 8 bərabərdir 0. Bizdən A1 B1'i soruşur. Eyni zamanda bunu da elə yaza bilərik. Buradan bərabərdir AB böl A1 B1. Buradan x'i tapandan sonra onsuz da x'i tapdıqdan sonra A1 B1'i tapmaq rahat. Buradan da bilir ki Viet teoreminə görə köklərin cəmi -2 hasını -8 eləyən -4 bir də 2'dir. Tərəf mənfi ola bilməzsə cavab oldu 2. Demək x oldu 2. Onda 12 böl. Deməli A1 B1 bərabərdir 8 böl 2. X'i 2 tapdıq burada. Buradan da A1 B1 bərabərdir. Neçə eləyir? 3. Cavab oldu 3. Sonra növbəti sual. Sinüs 9x plus 36 bərabərdir -1 tənliyinin 0 dərəcə kiçik bərabərdir x o da kiçik 30 intervalındakı həllini tapın. Birinci bu tənliyi həll eləsək 9x plus 36 dərəcə -1'i sinüs neçə dərəcədə alır? -90 dərəcədə. Dərəcə ilə verdiyinə görə dərəcə ilə yazaq. Yəni bu əslində belə yaza bilərik. -pi bölü 2 plus 2 pi k. Burada dərəcə ilə verdiyinə görə dərəcə ilə yazırıq. Yəni -90 dərəcə plus 360 dərəcə k. Bunu da hər tərəfini 9'a bölsək x plus 4 dərəcə bərabərdir -10 dərəcə bərabərdir 40 dərəcə k. 9'a böldüyümüzə görə x dərdir -14 dərəcə üstə gəlir 40 dərəcə k. Deməli bu intervala düşən k'ya biz burada 0 versək, k 0 olsa x bərabər -14 düşmür. Bu deməli olmadı. K 1 olduqda x bərabərdir -14 plus 40 dərəcə 26 dərəcə. 26 dərəcə bu intervala düşür. Deməli cavab oldu 26 dərəcə. Başqa qiymətlər də versə artıq bu intervala düşmədiyinə görə ehtiyac olmur. Ona görə 26 olur cavab. Deməli bu sualda isə y bərabərdir 2x plus n, y bərabərdir -3x plus n. Deməli y bərabərdir -3 BC, B və C nöqtələrindən keçən olur. Yəni bura olacaq ki -3x plus n. Bu düz xətt B və C nöqtələri. Bura isə olacaq 2x plus n. İndi kəsmə nöqtəsi C nöqtəsi deyir ki AB xəttindən 1,8 cm məsələ. Yəni bura 1,8'dir. İndi burada bizə lazımdır
nəyi tapmaq? AB məsafəsini tapmaq. Bura 1.8-dir. Qaldı burada A10-u tapmaq. Biz bilirik ki, iti bucağın, düz bucaq, xətti funksiyanın bucaq əmsalı, qrafikin apsisopunu müsbət istiqamət əmələ gətirib bucağın tangensdir. Yəni K bərabərdir 2-yə, o da bərabərdir tangens alfaya. Tangens alfada nəyə bərabərdir? 1,8 bölünsün AO. Qarşıdakı katin bitişik katı olan nisbət. Buradan da AO bərabərdir 1,8 bölü 2. Bu da deyirik 0,9. Deməli A10-u tapdıq. İndi eyni qaydada burada da deməli beta desək, nə olur? 1,8 bölü OB bərabərdir. Neçə olacaq burada da? 3 olacaq. Hə, burada bura mənfi olduğu üçün bu bucağın kapı. Elə ki, burada bu bucağın tangensi mənfidirsə, bu bucağın tangensi müsbət 3 olur. Buradan da OB bərabərdir 1,8 bölü 3 eləyir 0,6. Onda AB də bərabərdir AO plus OB, yəni 0,9 plus 0,6 elədir 1,5. Deməli, məsafə oldu nə? 1,5. AB məsafəsi olur 1,5. Sonra növbəti sual. Əslində bu da bu sualda düşmür. Çünki burada modo Z var. Modo Z çıxarılıb, yəni buraxılışa düşmür. Amma yenə də yazaq. Deməli, bunu sadələşdirsək, bir-birinə vursaq, 3 0 2 çıxılsın 3i üstə gəl 2i çıx i kvadrat. Mənfi 3i plus 2 elədi mənfi 3 0 2 6 i kvadrat mənfi 1 olduğu üçün mənfi i kvadrat müsbət 1 olur. Olur 6 plus 1 7 çıx i. İndi modul 3 kökdə 2 vurulsun modul Z-dir. Modul Z-də modul Z, Z buna bərabər oldu 7 plus 3. Kökün altında 7-nin kvadratı üstə gəl mənfi 1-in kvadratı. Bu da kökdə 50. Ona gətir burada varsın 3 kökdə 2 vurulsun kökdə 50. Bu da 3 0 kökdə 100. Cavab olur 30. Bu da belə həll olmuş olur. Keçdik növbəti suala. Burada bucaqdır ki 90 ilə 180 arasındadır. Kosinus kökdə 3 bölü 2-ni əslində kökdə 3 bölü 2-ni 30 dərəcədə alır. Amma burada bucaq ikinci rüb də verdiyinə görə. Çünki 90 ilə 180 düşür ikinci rüb. Buradadır. Burada da əgər müsbətini kosinus alırsa 30 dərəcədə, mənfisini alır 180 çıxı 30. Yəni alfa bərabər olur 150 dərəcə. 150 dərəcədə kosinus mənfi kökdə 3 bölü 2 olur. İndi ifadə də gətirib yerinə qoysaq, tangens 110 dərəcə 6'da 1 vur 150. Bu da bərabərdir. 11, 6, 150'ni 6 bölündə 25, 25 plus 110 elədir tangens 135. Tangens 135 dərəcədə tangens 180 çıx 45 kimi baxa bilərik. O deyilik mənfi tangens 45. Yəni 11 üstə gəl tangens 180 çıx 45. İkinci bir də tangens mənfidə. Onda 11 çıx tangens 45 edir. Tangens 45'də də 1 aldığı üçün 11 çıx 1 cavab olur 10. Sonra 6-cı sualda da burada necə olur? Deməli, bunun hər tərəfini 2'yə vursaq, 2 sinus x vur kosinus x bərabər də olur kökdə 2 bölü 2. Hər tərəfini 2'yə vurduq axı. Ona görə burada 4, 2'yə vurduğumuz üçün 4'dən 2 qısa qalır bu. Bu da sinus 2 alfa demək. Yəni 2x'in düsturudur. Kökdə 2 bölü 2. İndi sinus kökdə 2 bölü 2'nin üstə alır 45 dərəcədə. Ona görə yazırıq. Mənfi 1 üstü k pi bölü 4 plus pi k. Bunu da hər tərəfini 2'yə bölsək, mənfi 1 üstü k pi bölü 8
plus pk böl 2 almış oluruq. Yəni cavab A bəndi olmuş olur. Sonra 24-cü sualda da deməli bu A çoxluğudur. Bu da B çoxluğudur. Onda A çoxluğu olduğu üçün deməli bunları bir-birinə vursaq x plus 1 bizə verir nə? X kvadrat üstə gəl bx plus c. Bunu da vurub atsaq deməli x kvadrat mənfi 3x üstə gəl çıx 2x çıx 3 x kvadrat üstə gəl bx üstə gəl c. Bunlar da bir-birinə bərabər olması üçün b olur mənfi 2 c də olur mənfi 3. Təzədən burada da deməli x kvadrat üstə gəl mx üstə gəl m, bu da b çoxluğudur. B çoxluğunda vurğular olaraq göstərib x plus 1 x plus 8. Bunu da vurub açanda x kvadrat üstə gəl 9x üstə gəl 8. Buradan da m bərabər 9-a, n də bərabər 8. İndi bizdə yazıb bm üstə gəl cn. B'miz mənfi 2'dir. M 9'dur. C'miz mənfi 3'dür. N də 8'dir. Bu da deyir mənfi 18, mənfi 24, bu da deyir mənfi 42. Yəni bu formada həll olmuş olur. Eğer hesablama xətası olmayıbsa belə olur cavab. Deməli bərabər yanlı ABC trapesiyanın bərabər yanlı ABCD trapesiyasının xaricinə çevrə çəkilib. Deyir ki, AC diaqonalı yan tərəfə perpendikulyardır. Ya bura 90 dərəcə. Sonra biz deyir ki, trapesiyanın xaricinə çevirənin uzunluğu 8 pi'dir. Yəni 2 pi r bərabərdir 8 pi'yə. Buradan r bərabərdir radius tapılıb 4 cm. Yan tərəf radiusa bərabərdir. Onda biz bunun radiusunu çəksək, deməli yan tərəf radiusa bərabərdir. Yəni bura r'dir. Bura r'dir. Bura r'dir. Hə, indi burada niyə görə biz mərkəzdən çəkdik bunu? Böyük oturacaq. Çünki deyir ki, diagonal yan tərəfə perpendikulyardır. Diagonal yan tərəfə perpendikulyarsa, biz bilirik ki, diametrə söykənən bucaq 90 dərəcə olur. Ona görə trapesiyanın böyük oturacağı elə çevrənin diametrindən üst-üstə düşür. Artıq ona görə burada r olmuş olur. Bu olur bərabər tərəfli üçbucaq. Bura olur 60 dərəcə. Bu 60 ise bu qövsdə 60 olur. Bərabər yanlı ümumiyyətlə bərabər vətələr bu bərabər yanlı trapesiyada axı. Bərabər yanlı trapesiyada bərabər vətərlərin ayırdığı, yəni gəldiyi qövslər də bərabər. Ona görə burada olur 60. Bu ümumi 180 dərəcə idi bu ABCD qövsü. Onda burada olur 60 dərəcə. Onda biz buranı birləşdirsək mərkəzlə, yəni B ilə C-ni də birləşdirmiş olsaq, bu mərkəzi bucaqda burada nə olur? 60 dərəcə. 60, onda bu da 60. Deməli burada R, onda burada R olmuş olur. Hamısı bərabər olmuş olur. İndi trapesiyanın perimetri isə P bərabərdə neçə R olur? 1, 2, 3, 4, 5 R olur. R-i də 4 tapmış da 5 vur 4, 20. Deməli trapesiyanın perimetri olur 20 santimetr. Bu da belə. 24-cü sualda deməli tənliklərini həll edin və cavabları eyni Venn diaqramında qeyd edin. Birinci tənliyi həll etsək, bərabərdir 0 yazsaq, deməli bu tənliyin 0-a bərabər olması üçün sürət 0-a bərabər olmalıdır. X kvadrat 12x plus 35 bərabərdir 0. Buradan da x bərabərdir 5 bərabərdir 7.
Bu birinci tənlik, yəni A tənlik. İkinci tənliyi həll eləsək, yenə x kub 6x kvadrat çıx 13x üstəgəl 42 bərabərdir 0. Buradan isə x kub çıxılsın. Deməli, x kub çıxılsın. 7x kvadrat plus x kvadrat. Mənfi 6x kvadratını mənfi 7x kvadrat plus x kvadrat formasında iki vurğun cəmi şəklində yazıram. Mənfi 7x kvadrat plus x kvadrat. Çıx 13x plus 42 bərabərdir 0. Birinciden x kvadrat çıxarsa x çıx 7. Bu isə kvadrat üzərində vurğular arsaq x çıx 7, x çıx 6 bərabərdir 0. X çıx 7 orta vurğu kimi çıxarsaq x kvadrat üstə gəl x çıx 6 bərabərdir 0. Buradan x bərabərdir 7, bir də x kvadrat üstə gəl x çıx 6 bərabərdir 0. Bu da Viet teoreminə görə köklərin cəmi mənfi 1 hasılı mənfi 6 olmalı. O da mənfi 3 və 1'dir. Daha doğrusu 1 yox, 2. Mənfi 6 toplayanda mənfi 1. Deməli, bunun da kökləri 7, mənfi 3, 2 oldu. Yuxarıda da A-da da tanışıb 5, 7. Deməli, bu 5. Sonra B-də üçüncüsünü də həll etsək, C-ni də həll etsək. X kvadrat çıx 8x plus 12 bərabərdir. Bunun da kökün biri 2, biri isə 6'dır. Deməli 2 B-də var, C-də var. B ilə C-nin ortaq həlini yazırıq 2. 6 sırf ancaq C-də var, ona görə bu heç bir aid deyil. Sonra 7 isə 7 B ilə A-da var, ona görə buraya yazırıq 7. Hər üçünün ortaq həlli yoxdur. Məsələn, burada 5, 7, 7 mənfi 3, 2 var. 2 ilə B ilə C-nin ortaq həllidir. 7 A ilə B-nin ortaq həllidir. 5 A-da var. Bir də mənfi 3 B-də var. Bu şəkildə olmuş olur. Deməli, 7 A ilə B-nin ortaq həlli olduğu üçün A ilə B-nin kəsməsini yazırıq. 2 B ilə C-nin ortaq həlli olduğu üçün B ilə C-nin kəsməsini yazırıq. 6 ancaq C-də var. Mənfi 3 ancaq B-də var. 5 ancaq A-da var. Və bu şəkildə diaqrama yazmış oluruq. Və 25-ci sual deyir ki, B nöqtəsinin koordinatlarını tapın. Bu B nöqtəsinin burada y-in qiyməti 0'dır. Ona görə x kvadrat çıx 9 bölünsün. X kvadrat plus 3 bölüdür 0. Buradan da isə alırıq ki, x kvadrat bölüdür 9'a. X də bölüdür mənfi 3 müsbət. Amma B nöqtəsinin koordinatını götürünə görə cavab müsbət 3 götürür. X 3 olduğuda y-də nə olur? 0. Deməli, B-nin koordinatları olur nə? 3, 0. Deməli, əvvəlcə deyək ki, qabda x alma var. X alma var. Deməli, x alma var. Əvvəlcə qabdan 6 alma. 6. Sonra qaldı x çıx 6 alma. Bunun da 3'də 1'in. Daha sonra yenə 6 alma götürürlər. Və bu say nəticədə qabda əvvəlki almanın yarısı qədər almalıdır. Deməli, bu da digər yarısıdır. Yəni, bu bərabərdir x böl 2'yə. X çıx 6 bölü 3. Üstə gəl 12 bərabərdir x bölü 2. Bunu da hər tərəfini 6'ya vursaq. 2x çıx 12. Üstə gəl 72. Bərabərdir 3x. Buradan da x bərabərdir 60. Deməli, cavab oldu 60. Deməli, əvvəl qabda 60 alma varmış. Keçdik
Kosinus x bərabər kosinus kvadrat pi bölü 8 çıx sinus kvadrat pi bölü 8 tənliyinin ən kiçik müsbət kökünü tap. Deməli, kosinus kvadrat alfa çıx sinus kvadrat alfa biz bilirik ki kosinus 2 alfa. İndi burada kosinus x bərabərdir. Kosinus 2 vur pi böl 8. Bu dedik kosinus pi böl 4. Deməli x bərabərdir nə oldu? Pi böl 4. Ən kiçik müsbət kökündür. Bu əslində bunun tənin kökü müsbət mənfi. Pi böl 4 plus 2 pi k'dır. Amma bizdən ən kiçik müsbət kökünü soruşur. O da k 0 olduqda olur. Pi böl 4. Yəni k bərabərdir 0 olduqda x bərabərdir olur pi böl 4. Müsbət mənfi pi böl 4. Amma bizdən müsbət soruşduğuna görə cavab olur Y bəndi. Keçdik növbəti suala. Deməli, biz loqaritmdə bilirik ki, loqaritm A əsasdan B bərabərdir 1 bölünsün. Loqaritm B əsasdan A-ya görə. Onda bu düstura görə yaza bilərik. Bu birincinin yerinə yaza bilərik. Loqaritm x əsasdan 2, loqaritm x əsasdan 4, loqaritm x əsasdan 8 bərabərdir 6. Əsaslar eyni olduğu üçün bunları hamısını vursaq 2 vur 4 vur 8. Bu da 64 bərabərdir 6. Buradan da alırıq ki x üstü 6 bərabərdir 64'də. X də bərabərdir 2'yə. Çünki 1, 2, 64, 2 üstü 6 edir. Ona görə cavab olur 2. Yirmi 25-ci sual. Bunu necə yazacağıq deməli. A və B kranlarından axan suyun miqdarının zamana görə dəyişməsi qrafikdə əks olunub. Həcmi 100 litr olan boş su hovuzunu doldurmaq üçün A kranı, boşaltmaq üçün isə B kranı eyni zamanda açılarsa, onlar 9 saat açıq qalarsa, hovuzun neçə faizi su ilə dolmuş olar? Deməli, x3 olduqda y olub 15 və y bərabərdir. Biz bilirik ki, bu kx kimi baxsaq, düz mütənasib funksiya kimi. Y 15 olduqda x olub 3, 3k. K buradan bərabərdir 5'ə. Deməli, onda bu bərabərdir 5 qısa. İkincidə isə x2 olduqda y olub 18. Yəni 18 bərabərdir. Bunu k1 kimi yazsaq. O da bərabərdir k2 x kimi yazsaq. Y 18 oldu, x2 olub. Deməli 2 k2. Buradan da k2 bərabər 9'a. Deməli onda o bir ikinci funksiyamızda y bərabər oldu nə? 9x. İndi biri doldurur. Bu B kranıdır. Daha doğrusu A kranıdır. Bu birisi isə B kranıdır. B kranı. A kranı. Deməli A kranı doldurur, B kranı isə boşaldır. Onda ikisi birlikdə olacaq nə? 9x A kranı dolur, boşaltıcı çıx 5x. Bu da olacaq 4x. İndi deyir ki 9 saat açıq olarsa, onda x 9 olduqda 4 vur 9 36 litr su dolmuş olur. İndi deyir ki neçə faizi dolmuş olur? Ümumi hovuzun həcmi deyək 100 litrdir də. Burada daha doğrusu həcmi 100 litr olan boş su hovuzu həcmi 100 litrdirsə 36 litr dolub. Onda 36 100'ün neçə faizidir? Elə 36 faiz. Deyirik 36 faizi dolmuş olub. Burada isə deməli kotangens mənfi x böl 2 bərabərdir. Tangens 72 vurulsun tangens 28. Bunların cəmi 90 olduğuna görə tangens 28 ilə kotangens
72 deməli. Yəni dolayısıyla bunların hansıdır? 1. Deməli, kotangens də tək funksiya olduğu üçün mənfi kotangens x bölü 2 bərabərdir 1-ə. Kotangens x bölü 2 bərabərdir mənfi 1. Kotangens də mənfi 1-i alır 4-də 3 pi. Plus pi k. Bunu da hər tərəf 2-yə vurduqda 2-də 3 pi plus 2 pi k almış oluruq. Cavab olur i bəndi. Bu sualda isə 18 sinüs kvadrat x bərabərdir 5 olarsa bu ifadənin qiymətini tapın. Deməli, kosinüs kvadrat x bilirik ki 4 sinüs kvadrat x çıxılsın. Kosinüs kvadrat x-in yerinə yaza bilərik. Kosinüs kvadrat x çıx sinüs kvadrat x plus 2/5. Bu da bərabərdir. Mötərizəni açıq edir. 3 sinüs kvadrat x çıxılsın kosinüs kvadrat x-in yerinə də yazıram yenə. 1 çıxılsın yenə sinüs kvadrat x üstə gəl 2/5. Bunu da təzədən açdığımız zaman deyir 4 sinüs kvadrat x 4 sinüs kvadrat x üstə gəl çıx 1 üstə gəl 2/5 o da 1/5. Deməli təkrar baxırıq burada 4 sinüs kvadrat x burada bir dənə xəta oldu. 4 sinüs kvadrat x çıxanda 5 olur burada. Bunu düzəldək buradan. Ona görə burada da xəta olmuş olacaq. Deməli burada 4 sinüs kvadrat üstə gəl bu 5 sinüs kvadrat x. Bunu da təkrar açdığımız zaman edir 6 sinüs kvadrat x. 6 sinüs kvadrat x üstə gəl 1/5. Bir tərəfdən də sinüs kvadrat x də bərabərdir nə? 5/12. Bunu da yerinə yazsaq 5/12 üstə gəl 1/5. Bu da bərabərdir 2/5. Deməli 2 qalır. 5 2/5 plus 1/5. Bu da cavab edir 4. Deməli cavab oldu 4. Bu misalı həll etməkdən ötürü isə deməli əvvəlcə kosinüs kvadrat x-i sağa keçsək alarıq ki kosinüs x bərabərdir kosinüs kvadrat x üstə gəl sinüs kvadrat x çıx 0/5. Buradan isə alır kosinüs kvadrat x bərabər kosinüs x bərabərdir. Bunların kvadrat cəmi 1 ilədir. 1 çıx 0/5. Bu da elə bizə verir 0/5'ə. Kosinüs x bərabərdir 2-də 1. Kosinüs x 2-də 1-i də müsbət mənfi pi bölü 3 plus 2 pi kada alır. O da pi kalarda alır. O da cavab olur A bəndi. Bu qədər sualların hamısını izah eləmiş olduq. Hələlik sağ olun.